Xoş gördük sizi. Deməli, bugün yenə də atribut cədvəldən davam edəcəyik. Biz sonuncu dəfə deməli sütunları yaratdıq. Sətirləri zaten vektor kontur, daha doğrusu ekranda vektorlaşdırdıqca, kontur çəkdikcə burada sətirlərin sayı artır. Və sütunların adını da yaradanda ingilis dilində yaratdıq. Alias üçün də ona Azərbaycan dilində adlar verdik ki, qeyd işarəsi qoyanda Azərbaycan dilində görsənsin, qeydi götürdükdən sonra isə ingilis dilində. Amma databazada əsas adı ingilis dilində bu formada gedir. Təbii ki, biz onu Azərbaycan dilində də ilk olaraq yarada bilərdik, amma elə birbaşa ingilis dilində yaratdım ki, hər iki variantı sizə göstərim. Sonra deməli burada atribut cədvəldə bir neçə sağ düymələr var. İlk öncə buradan davam edək, bir neçə nüansı qeyd edeyim sizə. Add fieldi dedik sizə. Calculate deməyəcəm hələ, çünki bunun üçün atribut cədvəldə məlumat olmalıdır. Bizim deməli sətirlərimiz var, konturlar çəkmişik, amma içində informasiya yoxdur, boşdur. Onu bugün dolduracağıq və növbəti dərslərdə artıq bu layerləri mən buradan bağlayacağam, ekrandan çıxardacağam. Ola bilsin databazadan silərəm, silmərəm, amma içində məlumat olan layerlərdən istifadə edəcəm ki, tətbiq edəcəyimiz alətlərin effektivliyi olsun. Bunlar sonraya qalır. Zoom to deaktivdir. Səbəb odur ki, nəyisə seçməmişik. Biz dedik ki, ekrandan və yaxud da ki, buradan hansısa bir sətrin başınıza klikləməklə həmən konturu seçmiş oluruq. Seçdikdən sonra artıq Zoom to aktivləşir və bunun üzərində bir dəfə kliklədiyimiz zaman bəlirli bir miqyasda onu zoom edir, mərkəzdə, ekranın mərkəzində bizə göstərir. Switch nədir? Switch elə bir ki, müəyyən bir və yaxud da bir neçə konturu seçirik. Tutaq ki, 2 dənə kontur buradan seçdim, 2 sətir. Mən switch etdiyim zaman seçdiyim o 2 sətiri deaktiv edir, digər sətirləri aktivləşdirir. Switch selection bundan ötürüdür. Çox vacib bir alətdir, yəni çox daha faydalı bir alətdir. Gələcəkdə istifadə edəcəksiniz yəqin ki, müəyyən işlərdə. Onun fərqini kalkulatoru keçəndə deyəcəm sizə ki, bu niyə görə önəmlidir. Clear nədir? Deaktiv etmək. Mən buna deaktiv etmək deyirəm. Clear'ı bəzən uşaqlar qarışdırır delete-lə. Elə bilir ki, seçib silmək istəyirəmsə, clear'ı vururam, silir. Ancaq clear seçdiyimizi deaktiv etmək üçündür. Delete seçdiyimizi silmək üçündür. Copy seçdiyimizi silmək üçün delete elədik. Seçdiklərimiz silindi. Geri qaytarma işarəsi ilə ya geri qaytaracağıq, ya da tutaq ki, seçdik, üçünü delete elədik. Sonra buradan discard eləyən kimi, yes eləyən kimi elədiyimiz bütün editlər geri qaytar, yəni dəyişikləri geri qaytar. Və deməli, ancaq sildikdən sonra əgər burada save etsək, bütün elədiyimiz dəyişikləri qəbul eləyəcək, artıq onu geri qaytarsaq da o datalar, o konturlar geri qayıtmayacaq. Sonra burada copy işarəsi var. Copy nədir? Sətir. Əgər bu formada copy başqadır, yəni burada sağ düymə vurma başqadır copy. Amma sətrin baş tərəfindən seçib sonra buradan copy eləmək tamam başqa bir anlama gəlir və Excel, boş Excel açıb burada sağ düymə vurub paste etsək, görəcəksiniz ki, kopyaladığımız o sətirləri bura gətirib paste edir. Və istədiyiniz zaman databazada olan deməli, məlumatları, cədvəldə olan məlumatları copy-paste-lə Excel-ə köçürdə bilərsiniz. İndi desktop versionda nöqtə sayı çox olanda, sətirlərin sayı bəlirli sayda çox olanda copy-paste funksiyası işləmirdi. İndi Pro-da heç cəhd eləməmişəm, yəni böyük tutumlu datam olmuyor. Əgər olarsa, onu da əlavə olaraq sizə qeyd edəcəm gələcəkdə. Bir şeyi də qeyd edeyim ki, mən burada dərs keçdiyim zaman bəzi əvvəlcədən planlaşdırdığım ardıcılıqla düzdür getsəm də, ola bilər ki, nəyisə yadımdan çıxardaram, demərəm və yaxud səhv deyərəm çaşıb. Sonra düzdür videonu mən yenidən oturub baxıram öz videoma, amma ola bilər ki, nəsə yadımdan çıxırsa, mən təzədən o videonu əlavə edə bilmirəm.
məcburam ki, onun üçün yeni video çəkəm. Belə bir hallar olarsa, sizdən də xahişim olur ki, videonun altında YouTube kanalında komment yazın, diqqətimi cəlb eləsin, lazım olarsa əlavə yeni bir videolarda çəkim. Davam eləyək, copy-paste izah elədik və sonra deməli burada növbəti addım, atribut cədvəlinin doldurulması. Tutaq ki, bunu seçdik. Burada name-də bir söz də yaza bilərik. Çünki tekstdə oydu. A yazıram. A nöqtəsi. Tutaq ki, seçirəm. Bura B nöqtəsi yazıram. Bunu bu formada ardıcıl da gedə bilərəm və yaxud da ki, cədvəldən seçib yaza bilərəm. Buradan cədvəldən klikləyirəm ki, görüm 3-cü nöqtəm hansıdır. Klikləməsəydim, elə biləcəkdim bəlkə də ki, 3-cü nöqtəm budur. Və 3-cü nöqtəni klikləyirəm, görürəm ki, ekranda buradadır. Yəni, biri var ekrandan seçib burada yazmaq və yaxud da ki, buradan seçib ekranda görüb burada təzədən yazmaq. Bunu da C nöqtəsi eləyirəm. Sonra 5-ci nöqtəmiz, 5-ci aydımız daha doğrusu. A, B, C, D, bunu da D yazaq. Bunu Y yazaq. Bunu F yazaq. Bu formada məlumatları doldururuq. Buradan məsəl üçün, indi burada məntiqsiz olaraq, yəni elə ardıcıl alfabetlə, hərflərlə daha doğrusu ifadə elədik. Ancaq hazır datalar üzərində işləyəndə daha aydın olacaq. Məsəl üçün, burada belə yazdıqdan sonra sağ düymə var. Bu sağ düyməni ilk öncə deyim, çünki qısadır. Sağ düyməni bunu kopya edirsən. Məsəl üçün, burada B-ni kopyaladım, B hərfini kopyaladım. Burada ekranda seçilmiş qalıb. Buradan B hərfini kopyaladım. Bura pəst eləyə bilərəm. Ancaq buradan B hərfini yenə də zaten kopyalamışdım, ehtiyac yoxdur burada kopyalamağa. Sağ düymə bunu pəst eləsəm, belə bir bildiriş ekrana çıxacaq. Səbəb də odur ki, burada yaratdığım üstünün parametrləri, tipi rəqəm üstünüdür. Buradakılar isə tekst üstünüdür. Ona görə tekst üstününü kopyalayıb rəqəm üstünündə pəst etmək olmaz. Yəni, proqram bunu qəbul eləməyəcək. Ancaq, məsəl üçün, burada 5 rəqəmi yazmışam. Bu 5 rəqəmi buradan kopyalayıb bura pəst edə bilərik. Niyə? Çünki bunu tekst tabi yaratmışam. Tekst tipli sütunlar həm rəqəm, həm də teksti götürür. Eyni zamanda da bu da. Burada 5 yazsaydım qəbul edəcəkdir. Atributun doldurulma qaydası bu formadadır. Təbii ki, bu sadə atribut doldurma proseduruydu. Ancaq məntiqi şəkildə bu məlumatlar burada doldurulmalıdır. Tutaq ki, siz şəkil üzərindən binalarını çəkmişsiniz, sizin əlinizdə heç bir informasiya yoxdursa, siz bəlirli platformalardan, xəritə platformalarından o məlumatları tapıb bura gətirib yaza bilərsiniz. Ki, onun da metodunu əslində indi eləyə bilərik. Məsəl üçün, birini açıb burada göstərəcəm və o prosesi sizinlə birlikdə eləyəcəyik. Biz bu Chrome-u açıb, buradan Google Map yazıb, Google Map-ə daxil olub. Burada işlədiyimiz yeri mən zoom edəcəm. Bax, bu hissədə biz işləyirik faktiki indi. Mən bu xəritəni açsam, burada deməli, şəkilləri də açsam, görəcəyik ki, bəli, həmən yerdir. Bu göldür, gölün yanında da hündür mərtəbəli binalardır. İndi biz bura ixtiyari nöqtələr düzmüşük, xəttlər çəkmişik. Məsələn, fərz edək ki, bu nöqtə gölün nöqtəsidir, point layer olaraq və gölün nöqtəsinin gölün adını bura yazmaq lazımdır. Deməli, gölün adı burada, tutaq ki, Yasamal gölü gedirsə, Yasamal gölü yazıblar bura. Biz onu buraya yaza bilərik. Məsəl üçün, yazarıq bura ki, name-də Yasamal gölü. Bəli. İndi bu sonraki mərhələdir ki, o yazıları ekrana falan çıxartmaq, amma məlumatı bu formada yaza bilərik. Adresi Yasamal yazıram. İndi defalı da yazma olardı. Nömrədə indi qalıblar 5 rəqəm yazmışıq. İxtiyari bir rəqəm. Bu formada müxtəlif mənbələrdən istifadə edib o məlumatları doldura bilərsiniz. Məsəl üçün, burada gördüyünüz kimi medical house-dur, xəstəxanadır, burada Yasamal parkıdır, sonra burada aptek var, Lake Palace Hotel var və s. Yəni, müxtəlif deməli, obyektlər var ki, poyləri elə Google Map-dən baxıb da
işləyə bilərsiniz. Tikilidir, tikilinin nömrəsidir Google Map-də adətən olmur. Onları da başqa platformalar, xəritə platformalardan istifadə edib baxıb yaza bilərsiniz. Atributu bu formada doldururlar. Sonra bu sağ düyməni biz izah elədik ki, dedik ki, deməli sağ düymə vurdum, kopyaladım, pəst elədim. Bunlar bəllidir. Bunlar isə sonradan keçəcəyimiz sağ düymələrdir. Burada bir sağ düymə var. Bu həmən pəncərə açıldı və bir də burada həmən sağ düymə var. Eyni zamanda həmən sağ düymələr burada da yerləşdiriliblər, burada da çıxır. Amma desktop versiyonda onlar orada yox idi. Eyni də buradaydı. Burada sağ düymə idi və burada sağ düymə idi. İndi buradakı sağ düymədən başlayaq. Buradakı sağ düymədən birinci nədir? Ortofotoların gözünü bağlayıram. Birinci flashdır. Flash nədir? İşarələyir. Ekranda yanıb keçir ki, sən biləsən ki, seçdiyin nöqtə odur. Sonra zoom to zaten bilirdik, geri qaytarmadır. Daha doğrusu böyütmədir. Ekranı geri qaytarır. Sonra pan to yenə də mərkəzə gətirir. Ortada göstərir bizə. Geri qaytaram. Sonra sağ düymə vururam. Pop-up var. Nədir? Deməli, klikləyib pop-up etdikdə atribut cədvəli bu formada bizə göstərir ki, detallı həmən sətrə aid məlumatları burada bizə göstərir. Bir də pop-up pin var. Pinlit pop-up var. Bu nədir? Bu bir neçəsini aça bilir. Məsəl üçün, 3-cü ID-li sətri açdım. Buradan da pinlit pop-up vurursan, burada da 5-ci sətri açır. 5-ci, yəni bu söhbət bunlardan gedir. 5-ci sətr dedim, obyekt ID 5 olanı. Və bu formada istənilən qədər sətirləri burada ekranda açmaq olar. Təbii ki, məntiqli şəkildə. Və sonra sağ düymə vurur, select. Zaten unselect həm unselect həm select funksiyası yerinə yetirir. Zaten onu biz sağ düyməyə vurmağa ehtiyac yoxdur. Buradan klikləyib seçə bilirik. Buradan da klikləyib deaktivə edə bilirik. Və manage attachment var. Onu da indi göstərəcəm sizə. Delete row-da sətri silmək üçündür. Hansısa sətr, daha doğrusu konturu. Yəni eyni şeydir, ya konturu seçib silmək, belə seçib silsən də eynidir. Burada sağ düymə vurub sətirdə delete row-da eləsən eyni şeydir. Hər ikisi eyni funksiyanı yerinə yetirir. Manage attachment nədir? Hansısa bir deməli sətrə, sətr dediyimiz kontura hansısa bir informasiyanı yükləmək üçündür. Məsəl üçün şəkil ola bilər, PDF ola bilər, plan ola bilər və s. Bunu düzdür, hyperlinklə də eləmək olur. Ancaq bu variantda burada varsa mən onu göstərim. Necə aktiv eləmək olar? Deməli, analizdə, toolsda data management tools, attachment, burada enable attachment var. Klikləyirik, hansı layer üzrə istəyirik, point layeri, run düyməsini vururuqsa, aktivləşməlidir, sadəcə start vəziyyətdədir deyə, yəqin ki, ona görə funksiyanı yerinə yetirmədi, yenidən pointi seçib, run düyməsini vururuq və deməli, aktivləşdirdi. Sonra bunu bağlayırıq. Həmən sətrin qabaq hissəsində və yaxud digər sətrin qarşısında manage attachment eləyirik. Buradan add düyməsini vurub, tutaq ki, mən deməli, belə bir şey vermişdim. Həmən faylı bura əlavə eləmək olur. Yəni, Metropolitan logosunu yükləmişdim, onu bura əlavə eləyə bilərik. Yəni, mən bunu əlavə elədim, siz nə istəyirsə eləyə bilərsiniz. Seçdiyiniz zaman deməli, bunu yaddaşa da vermək olur. Zaten yaddaşdan gətirmişik, refresh eləmək, delete, remove, attachment eləmək olur. Open deyiləyib, həmən faylı aça da bilərik. Və close eləyirəm. Nə vaxt istəyiriksə, həmən deməli, faylın üzərində sağ düymə vurub, manage attachment eləyib baxa bilərik. Məsəl üçün, bir də belə bir şey var. Burada pinlet eləyib, buradan da baxa bilərik. Pinlet pop-up eləyib, burada həmən faylın yükləndiyini görə bilərik. Sonra hansı halda görmək olar, pop-up'ın özündə də zaten göstərir, o ikisində də göstərir. Bir də yadımdan çıxdı, hardasa rastıma çıxdı, bir yerdə də həmən faylı bizə göstərə bilirdi. Yəni ki, orada işarələyirdi ki, bir olaraq göstərirdi ki, burada informasiya var. Neysə, bunu etdikdən sonra bunu saxlaya da bilərik, silə də bilərik, amma içərisində fayl onunla bunu attachmenti deaktiv etmək olur, disable
yaddaşa verib, sonra analizə gəlib Tools-dan Disable Attachment eləyib, pointi deaktiv eləyə bilərik. Və burada bir məqamda var ki, bu yaratdığı həmən o attachment faylını biz fiziki olaraq burada görmürük. Düzdür, faylın özünü görürük, amma yəni harada yerləşir, ekranda vizual olaraq atribut cədvəldə faktiki indi də yoxdur. Bunu proqram təminatı özü databazanın içərisində formalaşdırır və biz onu görə bilmirik. Atribut cədvəldə bugünkü dərsimiz bu qədər. Növbəti dərsdə, növbəti videolar, gələcək maraqlı videolar olacaq. Bizi izləməyə davam edin, videoları bəyənib paylaşmağı unutmayın. Sağ olun.